Salam. Bugün bütün Azərbaycan, bütün dünya Azərbaycanlıları 1990-cı il yanvar ayının 19-undan 20-sinə keçən gecə Azərbaycanın gələcəyi, müstəqilliyi, bağımsızlığı, azadlığı uğrunda düşünmədən canından keçən cəsur vətən evladlarının 20 yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad edir. Qərib Axşamlar proqramı da bugünkü qonaqları ilə birlikdə 20 yanvarda şəhid olmuş şəhidlərimizin əziz ruhu qarşısında təzim edir və təbii ki, bugünkü proqramımızın əsas mövzusu da 20 yanvar faciəsi olacaq. Əvvəl qonaqlarımızı sizə təqdim edim. Türkiyə Cumhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Qılıc, millət vəkili Qənirə Paşayeva, yazıcı, publisist, şəhid anası Firəngiz Ulutürk və tanınmış tişə ustası Azərbaycanın xalq rəssamı, heykəltaraş Xanlar Əhmədov. Siz də bizim söhbətə istədiyiniz an qoşula bilərsiniz, hörmətli televiziya tamaşaçıları və radio dinləyiciləri. Bunun üçün bizim əlaqə telefonumuzu yığmaq kifayətdir. Bugün biz fərqli studiyadan efirə çıxdığımız üçün əlaqə telefonumuz da yenidir. Diqqətinizə çatdırıram, qeyd eləyə bilərsiniz. 430 85 93. 430 85 93 əlaqə telefonumuz görüntüyə də gəldi. Əvvəl Azərbaycanın kodu, sonra bu telefonu yığmaq kifayətdir ki, studiyamıza telefon açasınız, bizimlə həmsöhbət olasınız. Telefon zənglərinizi gözləyirik. Elektron ünvanımız isə dəyişməz olaraq qalır. Qərib Axşamlar @itv.az. Qərib Axşamlar yazılışına fikir verin. @itv.az. Onu da deyim ki, ötən həftədən bugünə qədər bu elektron ünvanına bir xeyli məktub gəlib. İspaniyadan, İsraildən, Türkiyədən, Ukraynadan, Arazın o tayından, Xudafərindən bizim həmvətənlərimiz çox maraqlı, məzmunlu, səmimi məktublar göndəriblər bizə. Əgər macal tapsam bu verilişdə, macal tapmasaq, gələn həftə mütləq o məktublar haqqında ətraflı danışacaq, onları şərh edəcəyik. Siz bizə yazmaqda davam edin, sizi inandırıram. Bir məktub da bizim diqqətimizdən kənarda qalmayacaq. Sürpriz bir məqamı da var bugünkü verilişimizin. İrəlidən gələn dəqiqələrdə Türkiyənin TRT xəbər kanalına da qatılacaq. Onlarla birbaşa əlaqə yaratmağa çalışacağıq. Bu kanalın çox populyar verilişi olan Üfüq cizgisinin iştirakçıları, qonaqları və aparıcısı ilə dialoq qurmağa çalışacağıq. Olur ki, bizi diqqətlə izləyin. Bəli, hörmətli tamaşaçılar, radio dinləyiciləri, düz 22 il ötür o mənhus, o qanlı gecədən. Cənab səfir, 90-cı ilin yanvar ayında Azərbaycan Sovetlər Birliyinin rəhbərləri tərəfindən informasiya blokadasına salınmışdı. Bunu şuurlu şəkildə etmişdilər ki, öz qara əməllərini burada həyata keçirsinlər, heç kim, heç nə duymasın, bilməsin. Azərbaycanın səsi heç yerə çatmırdı, Azərbaycanı eşitmirdilər. Siz o vaxt, o il haradaydınız və o qara yanvar xəbərini hardan eşitdiniz və bu xəbər sizə necə təsir etdi? Çok teşekkür ederim sorunuza göre. Öncelikle Türkiye'den, Azerbaycan'dan ve dünyanın çeşitli yerlerinden bize bakan, bizi seyreden tüm seyircileri sevgi ve saygıyla selamlıyorum. Hayırlı akşamlar diliyorum. Sorunuzun cevabına geçmeden önce bugün kara bir gün, kanlı Ocak diyoruz ve milletimizin tarihinde kara bir gün. Milletimizin başı sağ olsun. Bugün de hayatını kaybeden ve şehitlik mertebesine ulaşan değerli kardeşlerimi, bacılarımı minnetle ve şükranla anıyorum. 20 Yanvar, 20 Ocak neredeydim? 20 Ocak Ankara'daydım. Bu haber gerçekten bütün Türk dünyasını sarsan bir haberdi. Hiçbir zaman unutamayacağım hayatta kaldığım sürece. O tankların önüne kendisini atan bir genç kızımızı canını seve seve feda ettiğini gördüm. Bu işte vatan sevgisi, vatanın oluşması. Diyoruz ya, bayrakları bayrak yapan üstündeki kandır, toprak eğer uğrunda ölen varsa vatandır. Böylece Azerbaycan'ımızın bağımsızlık yürüyüşü başlamıştır. Azerbaycan'da Azerbaycan topraklarının kanla sulanması 1918'de başlamıştır. Kafkas İslam Ordusu, onun askerleri, daha sonra 20 Yanvar, 20 Ocak 1990'daki olaylar. Bunlar bizi gerçekten birbirimize bağlayan, bir yerde Azerbaycan halkını kenetleştiren, vatan sevgisi, bayrak sevgisi, toprak sevgisini çağrıştıran şeylerdir. Tekrar dönersek 20 Yanvar benim için de
Ankara'da karanlık bir gündü. Tüm Türkler için, Türk dünyası için kara bir gündü. Allah milletimize böyle günler göstermesin, yaşatmasın. Amin. Frəngiz xanım, o mənhus gecəni siz necə xatırlayırsınız? Bu gecəni çox dəhşətli xatırlayıram mən. Yadıma düşəndə demək olar ki, tamam həyəcanla keçirdirər. Amma indi istəyirəm özümü ələ alım. Yəni 90-cı il 19 yanvarda həmin gecə uşaqlar ikisi də evdən çıxıb getmişdilər. Yəni demək olar ki, saat 4-cən, 5-cən səhərə yaxınacən gözlədik onu, pəncərədən baxırdım. Ya ilgi ha vaxt gələcəklər, nə olacaq? Amma sonra Təbrizin telefon səsini eşitdim. Dedi ki, mama çoxlu yaralı var. Salyan qazarmasının yanında ateş olub. BTR-lər, tanklar şəhərə giriblər. Ağına bozuna baxmadan hər yanı gülləbaran eləyirlər. Biz də indi o yaralıları hamısını daşıyırıq şəfa evlərinə, xəstəxanalara və narahat olma günə salamatıq və o bir neçə deməli ailə maşınlarla gəliblər, maşın atalar sürücü olub, atalarını vurublar, qalıblar uşaqlar maşında. Bu həmin maşınla aparıb nədir şəfa evinə, Respublika xəstəxanasına və tərslikdən şəfaxananın işığı yanmayıb. Elə bil ki, bilə-bilə söndürüblər işıqları. Və bunlar dəstəklə oraya giriblər. O qəbul otağında olan qəzetlərindən hamısından şülələr düzəldiblər, yandırıblar. Çünki gətirən xəstələri hamısına iynə vurmaq lazımdır. Müalicə etmək lazımdır. Müalicə lazımdır. Və çoxundan da ki, qan vurmaq lazımdır. Ona görə də bunlar o şülələri yandırıb. Demək olar ki, qəbul otağında olan nə qədər qəzet var, hamısını yandırıblar ki, gələn xəstələrə hamısını kömək eləsinlər. Və belə bir anda Şəfiqə xanım da bizə zəng elədi, tarixçi Şəfiqə xanım. Səhərə yaxın ki, müsibətdir, müsibət. Yəni, bu günləri Allah bizə niyə qismət elədi? Bu saat Salyan qazarması yanında Gölləbarandan başqa xəbər gəlib ki, Məşdağa yolunda, aeroport yolunda, Hövsan yolunda da Gülləbaran olub. 80 dənə qadını deməli yığıblar bir-birinin üstünə, nə verirlər ki, onları məsələ bastırsınlar, nə də şey, yığıblar bir-birinin üstünə ki, özləri onu yox eləsinlər. Və zəng səsləri eşidilib, Yazov Xəzər dənizində gəmdə oturub, Qarbaçovla olan söhbətini tutublar. Orada deyib ki, Söydət Paplanı necə Hər şey plan üzrə hərəkət eləyir. Yəni, demək, bütün bunlar hamısı qabaqcadan ölçülüb, biçilmişdir. Azərbaycan xalqının taleyi demək olar ki, bir tükdən asılı idi. Və ona görə də təhlükəsizlik idarələrinə qarşı xalqın inamı tədricən azalmağa başlayırdı. Ona görə hər yerdə də başlayırdılar deməli məclislər qurmağa və xalqı silahla doğru çağırır. Düz onların əlindən silahları almışlar, amma xalqın nə silahı vardı ki, ov silahını da almışlar, ov tüfəngini də almışlar əlindən. Silahlanma adında Xəlilin şeiri var. Olsa bitkiyə biraz oxuyum ondan üçün. Yəni bu bu sərt ağır günlərdə mən ali baş komandam olsam, olmasam belə Azərbaycan adından əmr edirəm silahlan. Silahsız dayanmağa bir qırpım da haqqın yox. Gözlərim qoşa lülə, kipriklərin güllə ox. Bilirəm düşmənlərin bərk durub keşiyində alınmışdır əlindən hətta ov tüfəngi də. Nə qəm, kinlə silahlan, topdan, tüfəngdən üstün, tankdan, raketdən güclü, qeyrətinlə silahlan. Sən bizim şeirimizdən, nəsrimizdən güclüsən. Əsrimiz qəhrəmandır, əsrimizdən güclüsən. 37-də batmış, 46-da vuruşmuş, nəslimizdən güclüsən. Onlar səni silahsız, pənahsız görmək istər. Sən nəğmə ilə, marş ilə, nümayiş ilə silahlan. Bayraq ilə özünsən,
Qalx, döyüşə silahlan. Çəkinmə bu döyüşdə, aləm sənə həyandır. Sənin gül nəfəsin də, saflığın da silahdır. Vurçatdasın içində elə bilmək ki, təksən, yer də göy də sənindir. Sən qalib gələcəksən, sən qalib gələcəksən. Yəni, bu şeirlərlə xalqı ruhlandırırdılar. Ruhu şad olsun Xərizoğlu Türkün də 20 yanvar faciəsindən sonra bilirsiniz ki, 1000-ə yaxın Azərbaycanlı, xüsusilə xalq hərəkatının liderləri həbs edildi və Rusiyanın müxtəlif demək məhbəs xanalarına atıldı. Onlardan birincisi də Xərizoğlu Türkdür. Bu barədə ayrıca danışacağıq. Qəmrə xanım, 20 yanvarı müşahidə edən, 20 yanvar faciəsini öz gözləri ilə görən hər bir Azərbaycanlı bu hadisələri ömrünün sonuna qədər unutmayacaq. Bizim qanı yaddaşımıza, emosional yaddaşımıza ömürlük həkk olunub bu hadisələr. Siz o günü necə xatırlayırsınız? Bilirsiniz, siz vurğuladınız ki, o günün şahidi olanlar heç zaman unutmayacaq. Mən isə hesab edirəm ki, o günlərin şahidi olmayan, o günlərdən sonra doğulmuş gəncliyimiz də o günləri unutmamalıdırlar. O günü çox ciddi şəkildə öyrənməlidir və bizim gələcək, bugünkü və gələcək nəsillərimiz də unutmamalıdır. Və hətta dünyanın hər yerində yaşayan və bugün bizi izləyən, dünyanın hər yerində, Azərbaycanda bizim insanımızın 9 milyonu var, amma biz 50 milyondan böyük bir millətin nümayəndələri və dünyanın hər yerində yaşayan insanımız, orada böyüyən gəncliyimiz də bu hadisələri heç zaman unutmamalıdırlar. Yaxşı bir söz var, deyir, tarix təkərrür eləyər, ağıllılar da ondan ibrət çıxarar. Və təbii ki, biz bu hadisələri ciddi şəkildə öyrənərək bəzi məsələlərə diqqət etməmiz gərəkir. Mən çox yaxşı xatirimdədir. Bu, yəqin bütün ailələrin başına gələn hadisə idi ki, o zaman mərkəzi televiziyanı da vurmuşdular. İnsanlar məlumat da ala bilmirdilər. Doğru düzgün məlumatları da ala bilmirdilər həmin an. Kimin evladı var idisə, gənc evladı, o küçədə idisə, hansısa iş dalınca getmişdisə, axşam dərsi var idisə və s. Hər kəs təşviş içərisində öz evladının nə baş verir, mənim evladıma görə nə oldu deyə belə bir ağır vəziyyətdə idi. Təbii ki, o elə bir ağır günlər idi ki, bu bizim üçün 20 yanvar faciəsi, qanlı yanvar faciəsi bir hüzün tarixidir. Amma mən bu tarixə biraz daha çox şərəf tariximiz kimi də baxıram. Bilirsiniz, bu bizim şərəf tariximizdir. Bu bizim istiqlala gedən yoldakı ən böyük şərəf tariximiz idi ki, bizim o şəhidlərimiz, bütün şəhidlərimiz dəyərlidir. 20 yanvar şəhidlərimiz bizim istiqlala gedən yolumuzda ilk şəhidlərimiz idi. Və onlar çox böyük bir nümunə göstərdilər. Nəyə göstərdilər? Açıq şəkildə deyək. Bunu hətta bugün Rusiyada bir sıra ekspertlər də vurğulayır ki, Azərbaycanda o zaman 20 yanvarda baş verən o hadisələr ciddi şəkildə Sovet imperiyasının sütunlarını laxlatdı. Nə idi? Biz Cumhuriyyətdə 114 min kvadrat kilometrlik bir dövlətimizi Sovet İttifaqı, Sovet imperiyasının işğalı altında yaşadığımız zaman zorla torpağımızı baskı ilə əziyyət verərək xalqımıza alaraq Ermənistana birləşdirmək və s. və onun nəticəsi nəyə gətirib çıxarmışdı? 86,6 min kvadrat kilometrlik bir Azərbaycana. Və bu da yetməzmiş kimi yeni oyunlar oynanılırdı Azərbaycan torpaqlar üzərində. Ermənistanın 100 minlərlə insanımız etnik təmizləmə siyasətinə məruz qalıb öz dədə-baba yurtlarından çıxarılmışdılar. Qarabağda Ermənistanın dəstəyi ilə separatizm hərəkatları, Ermənistanın açıq təcavüzkar siyasəti baş verirdi və insanlarımız səsini qaldırırdı. Artıq insanlarımız biz bu siyasəti qəbul etməyəcəyik. Biz torpaqlarımızın alınaraq Qarabağın Azərbaycandan ayrılmasını qəbul etməyəcəyik deyə insanlar öz səsini, etirazını ucaltdı. Amma etirazını ucaldan insanlara nə edildi? Azadlığını istəyən insanlara qarşı nə edildi? Onların üzərinə tanklarla, toplarla yürüdüldü və udar əməliyyatı. Düşünün, nə idi? Adı zərbə. Yəni, sivil insanlara qarşı bu düşünülərək, Qarbaçovun verdiyi əmrlə bu düşünülərək həyata keçirilmişdi. Məqsəd nə idi? Məqsəd Azərbaycan xalqının inamını, mübarizəsini tamamilə qırmaq, məhv etmək idi. Mən düşünürəm ki, buna da nail ola bilmədilər. Qəmrə xanım, üzr istəyirəm, indi Türkiyə ilə bağlantıya cəhd edəcəyik. Türkiyənin TRT xəbər kanalı ilə, orada bu kanalın çox populyar verilişi olan Üfüqün Cizgisi verilişi efirdədir və indi ekranlarımızda bu proqramın moderatoru, mənim həmkarım Xalıq Koç görünməlidir. Ankara studiyasına bağlanaq. Ankara bizi eşidirmi?
Bakü'ye gidelim. Bakü'de bizi bekliyor İçtimai Televizyon'daki meslektaşım ve onlar bu aslında acı bir gün yaşıyorlar. O acı günde onlara öncelikli olarak merhaba diyoruz. Merhaba, merhaba Ankara, merhaba Haluk Bey. Merhaba Ankara, merhaba Haluk Bey. Haluk Bey, eşidirsiniz mi beni Haluk Bey? Evet, Eşidirsiniz mi beni? duyuyoruz Eşidirsiniz sizi, mi? evet. Evet, Eşidirsiniz mi beni? Eşidirsiniz mi? evet. Xahiş edirəm TRT xəbərin studiyasındakı hörmətli qonaqlarınızla bizi tanış edərdiniz. Ardıca mən öz qonaqlarımı Türk auditoriyasına təqdim edərdim və müsait olsa bir sualla Ankara'ya müraciət edərdim. Peki hemen ben size stüdyomuzdaki konuklarımızı tanıtayım. ATAM Avrupa Toplulukları Araştırma ve Uygulama Merkezi Müdürü Sayın Çağrı Erhan bizimle birlikte ve Azerbaycan'ın Ankara Büyükelçisi Sayın Faik Bağırov. Şimdi sorunuzu alabiliriz. Çox gözəl. Mən də öz qonaqlarımızı sizə təqdim edim. Türkiyənin böyük elçisi Hulusi Qılıc bu gün bizim qonağımızdır. Millət vəkili Qənirə xanım Paşayeva Qərib Axşamlar proqramının studiyasındadır. Yazıcı, publisist Firəngiz xanım Ulutürk də qonaqlar sırasındadır. Azərbaycanın tanınmış dişə ustası, xalq rəssamı heykəltaraş Xanlar Əhmədov da bizim qonaqlarımızın sırasındadır. Bugün bütün dünya Azərbaycanlıları, bütün Azərbaycan 20 yanvar 20 Ocaqda vətənin azadlığı uğrunda şəhid düşmüş şəhidlərimizin əziz xatirəsini ehtiramla anır. Bilirsinizmi, 20 yanvar qətliamı ondan 2 il sonra ermənilər tərəfindən görünməmiş vəhşilik, görünməmiş qəddarlıqla Azərbaycanın Xocalı şəhərinin mülki, sivil, silahsız əhalisinə qarşı törətdiyi qanlı qətliamın da çox qısa bir tarixi var. Bunların 20-22 illik tarixi var. Yəni bu bizim son yeni tariximizdə baş vermiş qanlı faciələrdir və bu faciələrin minlərlə, yüz minlərlə canlı şahidi var. Bu illər ərzində Azərbaycanın səyləri nəticəsində dünya ictimaiyyəti bu hadisələrdən xəbər tutub. Amma təəssüf ki, buna baxmayaraq hələ dünya ictimaiyyəti, uluslararası toplum bu qanlı hadisələrin dəqiq hüquqi və siyasi qiymətini verməyib. Təəccüb doğuran, hətta heyrət doğuran tərəf odur ki, 100 il bundan öncə 1-ci Dünya Savaşı illərində baş vermiş bəzi hadisələrə şuurlu şəkildə siyasi don geyindirib, şuurlu şəkildə bu hadisələri demək yanlış məcraya yönəldərək, hadisələrə tarixdə olmayan yalanlar, böhtanlar, iftiralar qataraq uydurma erməni soyqırımı adlandırılan bir soyqırım məsələsi ortaya çıxıb ki, o da bir sıra Avropa dövlətlərinin parlamentlərinin gündəmindən düşmür. Son dövrlərdə Fransa bu sahədə çox böyük fəallıq göstərir, dırnaqarası fəallıq. Belə bir soru var. Demək, bu işin, bu Azərbaycanda baş verən qətliamların beynəlxalq ictimaiyyət, uluslararası toplum tərəfindən dəqiq hüquqi qiymətinin verilməməsinin səbəbi nədən ibarətdir? Əksinə uydurma erməni soyqırımının demək belə populyar olmasının səbəbləri nədən ibarətdir? Bunu təkcə dünya siyasətindəki ciftə standartlarla izah etmək kifayətdirmi? Şimdi soruyu aldık biz. Ancak sorunun cevabına gitmeden önce 20 yanvar ya da 20 Ocak'ta, o kanlı Ocak'ta neler yaşandı ve Hocalı'ya giden süreçte neler oldu? Öncelikle ona bir bakalım. Ondan sonra o çifte standardın cevabını arayalım. Bu insanlık suçuna ait görüntüler 100 yıllık bir nefretin sadece 20 yıl önce Kafkaslardaki son yansımasıydı.
Dağlık Karabağ Sovyetler Birliği döneminde Azerbaycan'a bağlı Azeri Türkleri ile Ermenilerin birlikte yaşadığı özerk bir cumhuriyetti. Ekonomik, sosyal ve siyasi sorunları çözemeyen Sovyetler Birliği 1980'den itibaren Glasnost ve Perestroika sürecini başlattı. Ancak Gorbaçov'un Sovyetleri bir arada tutma girişimi ters tepti. Azerbaycan da bağımsızlığını istiyordu. Ancak Moskova'ya göre Azerbaycan'ın bitirilmesi Rusya'nın Kafkasları kaybı anlamına gelecekti. Ermeni kartı devreye sokuldu. Karabağ'da saldırılar başlarken Şubat 1988'de Azerbaycan'a bağlı Dağlık Karabağ bölgesindeki devlet kurumlarına Ermenistan bayrağı çekildi. Köyler, kentler basıldı. Hedefte siviller vardı. Etnik temizlik kampanyası tüm acımasızlığıyla başlamıştı. İlk aşamada 270 bin kişi doğduğu topraklardan göçe zorlandı. İlerleyen yıllarda Azeri topraklarının %20'si Ermeni işgali altında kaldı ve kendi topraklarında mülteci durumuna düşen Azerilerin sayısı 1 milyonu aştı. Moskova'nın Ermeni yanlısı tutumu Azerbaycan'da büyük infiale yol açtı. Azerbaycan'da Aralık 1989'da iktidarı fiilen ele geçiren Halk Cephesi ile birlikte komünist yönetime karşı örgütlü mücadelenin başlaması Moskova'yı alarma geçirdi ve bağımsızlığa koşan Azerilere gözdağı verilmesi için düğmeye basıldı. 19 Ocağı 20 Ocağı bağlayan gece Bakü 35 bin askerden oluşan ve büyük bölümü Ermeni olan Rus ordusu tarafından işgale başlandı. Tarihe 20 Yanvar, Kanlı Ocak olarak geçen gecede çoğunluğu sivil yaklaşık 600 kişi katledildi, binlerce insan yaralandı. 20 Ocak 1990 tarihi Azerbaycan'ın bağımsızlığında bir dönüm noktasıydı. Azerbaycan 18 Ekim 1991'de bağımsızlığını kazandı. Ancak yeni bir savaş ve daha korkunç katliamlar kapıdaydı. Karabağ'da Rus ve Ermeni silahlarının gölgesinde yaşam mücadelesi veren Azerilerin önemli yerleşim birimlerinden olan Hocalı kasabası Kasım 1991'de Ermeniler tarafından kuşatıldı. Kuşatma Şubat ayının sonunda Hocalı Türkleri için korkunç bir faciaya dönüştü. Bölgedeki Ermeni güçleri 366. Rus alayıyla birlikte 20 Şubat 1992 gecesi son darbeyi vurmak üzere harekete geçti. Ermeni ve Rus birlikleri Hocalı kasabasını ateşe verdiler. Kentten kaçabilenler ormanlara ve yakındaki Ağdam şehrine sığınmaya çalışıyordu. Hocalı haritadan silinmişti. Ölüm kaçış yolunda da sürdü. Ancak katliama asıl maruz kalanlar Hocalı'dan kaçamayan Türklerdi. Bir gecede 1000'e yakın Azeri Türk'ü öldürüldü. Binlerce insan yaralandı ve esir alındı. Olayın şok edici görüntüleri bir süre sonra Türk ve dünya basınına yansıdı. Ölülerin gözleri oyulmuş, bazı organları kesilmiş, kafa derileri yüzülmüş, hamile kadınların karınları yarılmış, bazıları diri diri toprağa gömülmüş, kolları ve bacakları hayattayken kesilmişti. Hocalı soykırımını yerinde gören Fransız gazeteci Jean-Yves Junet gördüklerini gazetesinde şu satırlarla anlatıyordu. Pek çok savaş hikayesi dinledim. Faşistlerin zulmünü işittim ama 5-6 yaşlarındaki çocukları, masum insanları öldüren Ermeniler onlardan da beter.
Mənim adım Əslidir. Gördüyünüz bu adamlar mənim ailə üzvlərimdir. Böyük ailəmlə Xocalıda yaşayırdıq. Demək olar ki, mən onlarla hər gün bir yerdə, bütün məclislərdə olurdum. Hər şey çox gözəl idi. 1992-ci il fevralın 25-nə qədər. Erməni qoşunları onların hamısını bir gecədə vəhşicəsinə qətlə yetirdilər. Qardaşlarımı, bacılarımı, onların övladlarını, qohum əqrəbəmi və ilk nəfər 7 yaşında Sevinci gözlərin qırpmadan vəhşicəsinə qətlə yetirdilər. Bu genosiddə nəsildən təkcə mən sağ qalmışam. Belə bir faciəni mən heç bir millətin nümayəndəsinə, hətta ermənilərin özünə də arzulamazdım. Evet, biz bu dosyayı aslında Azeri kardeşlerimiz için hazırladık. Çünkü nasıl bir acı çekildiğini ve Batı'nın nasıl ikiyüzlü davrandığını, bunların nasıl görmezden gelindiğini anlatmaya çalıştık. Çok kısa bir süremiz var, programımız sona eriyor. Siz bize geç geldiniz çünkü. Ondan dolayı hemen sizden bir iki cümle alıyoruz lütfen. Sizden bir iki cümle alıyoruz lütfen. Aydındır. Mən bir sualla sizə müraciət etdim. Yəqin ki, onu bu sorunu cevablamağa zamanınız qalmadı artıq, eləmi? Öncelikle sizi dinliyoruz. Çok kısa olarak ama. Cənab səfir, Ankara studiyasındakı qonaqlara nə deyə bilərdiniz? Ümumiyyətlə gördüyümüz bu süjetlə bağlı, bu süjet sizə necə təsir göstərdi? Teşekkür ederim. Öncelikle Ankara'daki konakları selamlamak istiyorum. Haluk Bey, Sayın Büyükelçi, Çağrı Bey'i, bütün izleyiciyi selamlamak istiyorum. Bugün Azerbaycan'da çok önemli bir gündü. Daha doğrusu Türk milletinin kara günüydü. Kanlı Ocak günü. Binlerce insan şehitliğe akın ettiler. Sabah resmi program vardı. Biz de Sayın Cumhurbaşkanı ile birlikte o programa katıldık. Gerçekten 22 yıl önce burada büyük bir katliam yapıldı. Bu bir yönde Azerbaycan'ın bağımsızlık harekatının başlangıcı oldu, temelleri oldu. Çox təşəkkür edirəm cənab səfir. Vaxtımız çox azdır. Mən istərdim ki, Qənirə xanım da söhbətə qoşulsun və Fransanın uydurma soyqırımı ilə bağlı son addımlarını bir şərh etsin siyasətçi kimi. Bilirsiniz, mən də ilk öncə TRT Haber